Gizir Pəncəli Nurməmmədoğlu Teymurov və baş leytenant Vaqif Bəxtiyaroğlu Qurbanova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin imzaladığı digər sərəncamlarla Azərbaycanın milli qəhrəmanı adı verilmiş Teymurov Pəncəli Nurməmmədoğlunun və Qurbanov Vaqif Bəxtiyaroğlunun ailə üzvlərinə prezidentin aylıq təqaüdü təyin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hər iki şəhid qəhrəmanın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Prezidentin aylıq təqaüdü 2000 manat milli qəhrəmanların özlərinə, şəhidlik zirvəsinə ucalmış milli qəhrəmanların isə ailə üzvlərinə təyin olaraq ödənilir. Qeyd edək ki, Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində Talış yüksəkliklərinin alınmasında iştirak edib və 2016-cı il aprelin 3-də döyüş zamanı şəhid olub. Baş leytenant Vaqif Qurbanov isə Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi olub. O, 1992-ci ilin 8 aprelində Rusiyaya məxsus Su-25 hərbi təyyarəsini Stalçay bazasından qaçırıb və Qarabağdakı əməliyyatlarda iştirak edərkən şəhid olub. Onun idarə etdiyi təyyarə Erməni Silahlı Qüvvələri tərəfindən Naxçıvanik Əsgəran yaxınlığında vurulub.